Bismillahirrahmanirrahim. Salamlayıram hər birinizi dəyərli izləyicilər. Xoş gördük sizi Ramazan ayının 9-cu günündə. Əgər xatırlayırsınızsa, ötən dəfə biz proqram barəsində danışırdıq. Yəni, Ramazan ayında doğru və düzgün proqram barəsində danışırdıq. Hansı ki, bu proqram 3 mövzu əsasında idi. Elm və maarif və ibadət və münacat dualar və eyni zamanda istirahət və qidalanma. Biz 8-ci nöqtədə qalmışdıq və qeyd etdik ki, Ramazan ayında bir neçə nöqtələrə riayət etmək lazımdır ki, bu 3 mövzu əsasında biz müvəffəqiyyət əldə edək. Çünki bu, yəni mübarək ayda əsas 3 hissəyə bölmək lazımdır vaxtı. Elm və mərifət üçün, maariflənmək üçün zaman ayırmaq lazımdır. Münacat və dualar üçün xüsusi vaxt ayırmaq lazımdır və qidalanma və istirahətə də vaxt ayırmaq lazımdır ki, bu daha önəmlidir və qidalanma və istirahət əgər düzgün qurulsa, o zaman digər məsələlərdə daha çox müvəffəqiyyət əldə edərik. Biz məclislər və məsciddəki mərasimlər barəsində danışmışdıq. 7-ci nöqtəni qeyd etmişdik ötən dəfə. Məclislər, əhkam tədrisi, maarifləndirici proqramlar, məsciddəki mərasimlərdə iştirak etmək, moizələr dinləmək, bu barədə danışmışdıq. Amma bu dəfə keçid alırıq 8-ci nöqtəyə. 8-ci nöqtə budur ki, idman barəsində xatırlamıram biz qeyd etmişdik yoxsa yox, amma bu dəfə buradan, bu nöqtədən daxil olacaq mövzuya ki, ağır idmanlarla məşğul olmamaq lazımdır. Əgər hər kəs idman edirsə, idmanla məşğul olursa, ağır idmanlar etməməlidir. Yəni, yüngül idmanlarla məşğul olmalıdır, piyada gəzinti və evdə, belə deyək ki, yüngül insanı çətinə salmayan idmanlarla məşğul olmalıdır. Bilirsiniz ki, ümumiyyətlə, İslam özü idmanla məşğul olmağın tərəfdarıdır və İslamda ox atıcılığı və bəylər üçün at çapmaq, at minmək və üzgüçülük çox təkid olunub. Bu özü onu göstərir ki, İslam idmanı sifariş edir. Yəni, idmanla məşğul olmağı sifariş edir. Eləcə də bu xanımlara da aiddir ki, həmişə formada qalsınlar deyə və sağlam olsunlar deyə mütləq idmana da zaman ayırmalıdırlar. Amma diqqət etsinlər ki, ağır idmanlarla məşğul olmasınlar ki, bu zəifliyə gətirib çıxardar və səmərəsi olmaz həmin idmanın. Piyada gəzinti, yüngül idmanlarla məşğul olmaq isə daha səmərəli və məqsədə uyğundur. Proqramımızda digər məsələ budur ki, qidalanma məsələsi ilə bağlıdır. Təbii şəkər və proteinli qidalara diqqət yetirmək. Yəni, təbii şəkərdən, təbii şirniyyatlardan və proteinli qidalardan, yüngül qidalardan istifadə etmək lazımdır. Təbii qidalar deyəndə, təbii şəkər və şirniyyatlar deyəndə məhz söhbət xurma, bal, bu kimi şeylərdən gedir və hətta təkid olunur ki, hədislərə əsasən iftar açanda belə yaxşı olar ki, birinci ya xurma, ya bal şərbəti ilə və yaxud balın özü ilə bu kimi təbii şirniyyatlarla iftar açılsın ki, insan daha qüvvətli olsun və bədənindəki zərərli toksinlər və maddələr insan bədənindən xaric olsun rahat şəkildə. Və sözsüz ki, iftarı bu şəkildə açırıq və qidalanmanı, xörəyi saxlayırıq. 20 dəqiqə, 15 dəqiqə ondan sonraya namazımızı qılan ərəfədən daha sonra. Bəzən biz görürük ki, iftar açırlar və dərhal da ağır xörəklərdən istifadə edirlər, hətta namaz qalır sonraya. Bu, yəni, yaxşı olmur. İnsan cismi üçün də, mənəviyyatı üçün də yaxşı olmur. Çünki insan qidalandıqdan sonra ağırlaşır və düzgün ibadi proqrama əməl edə bilmir, riayət edə bilmir. Proteinli qidalarda bilirik ki, yumurta kimi, süd kimi qidalardır ki, bu qidalardan istifadə etmək daha məqsədə uyğundur və yüngül qidalardan istifadə etmək, yəni tez həzm olunan qidalardan istifadə etmək lazımdır ki, artıq çəkiyə səbəb olmasın, insanın ruhunun və cisminin ağırlaşmasına səbəb olmasın və insan öz proqramına ən düzgün şəkildə, ən yaxşı şəkildə əməl edə bilsin.
Bilirik ki, qidalanma ümumilikdə insanın ibadi proqramına da təsir qoyur. Yəni insan nə qədər qarışıq qidalardan, növbənöv qidalardan istifadə etsə eyni anda və ağır qidalardan istifadə etsə, o ibadi proqramına daha az vaxt ayıra biləcək. Çünki belə olan halda həm insanı yuxu imkan vermir ki, öz işlərini görsün, həm ağırlaşır bədəni, cismi. O yüzden də bu məsələlərə diqqət yetirmək lazımdır. Yəni müvəffəq olmaq üçün qida proqramına da diqqət yetirmək çox önəmlidir. 10-cu nöqtə budur ki, çox yeməkdən çəkinmək. Ümumilikdə çox yeməkdən çəkinmək. İslamda ümumiyyətlə çox yatmaq, çox yemək və çox danışmaq nəhy olunubdur. Yəni sifariş olunub ki, bu üç şeydən az istifadə olunsun. Yəni insan yuxuya, çox danışmağa və çox yeməyə yer verməsin həyatında. Əslində biz baxdığımız zaman, araşdırdığımız zaman görürük ki, çox yemək özü səbəb olur ki, insan həm çox danışsın, həm çox da yatsın. Bu da insanın mənəvi cəhətdən tənəzzülünə gətirib çıxardır. Əlbəttə, insanlar öz cisimlərinə də baxmalıdır ki, cisimlərinin nə qədər istirahətə ehtiyacı var və cisimlər fərq edir. O yüzden də bu məsələ də önəmlidir. Amma ümumilikdə çox yeməkdən çəkinmək lazımdır ki, Ramazan ayının fəlsəfəsindən və mahiyyətindən kənardır çox yemək. Biz diqqət edirik, baxırıq ki, bəzən cəmiyyətdə Ramazan ayında kasıbları dərk etmək, ac insanları dərk etmək əvəzinə, az yemək əvəzinə, əksinə daha çox növ yeməklərə önəm verilir, israflar olunur və insanlar daha çox dolu mədə ilə olurlar. Bu Allahın bəyəndiyi bir tərzdə oruç tutmaq deyil. İnsan diqqət yetirməlidir ki, çox yeməkdən çəkinsin və daha çox başqa insanlara yemək, qida, iftar, ərzaq, belə şeylər ikram eləsin, yəni bəxş eləsin. Və əgər istəyiriksə yuxumuz az olsun və danışığımız az olsun ki, ibadətə daha çox zaman ayıraq, Quran-ı Kərim tilavətinə daha çox zaman ayıraq, o zaman çox yeməkdən çəkinmək lazımdır ki, Allah dolu qarnı bəyənmir. Və 11-ci nöqtə boş yerlərə enerji xərcləməkdən çəkinmək məsələsidir. Yəni zaman oğrularından uzaq durmaq lazımdır. Məsələn, yersiz danışıqlardan, mənasız proqramlara baxmaqdan, mənasız verilişlərə baxmaqdan çəkinmək. Bəzən insanlar Ramazan ayını daha çox əyləncə ayı kimi istifadə edirlər. Halbuki bu ay Allaha yaxınlaşmaq, tövbə ayıdır. Düzdür ki, uşaqlarımız üçün, yeni oruç tutan uşaqlar üçün yaxşı olar ki, bu ayı daha maraqlı göstərək, daha əyləncəli proqramlar təşkil edək onlar üçün. Amma söhbət yəni yetkin insanlardan gedir. Yetkin insanlar yaxşı olar ki, yersiz danışıqlardan, o toplantılardan ki, iftar süfrəsi adlanır. Amma iftar süfrəsi əsnasında insanlar bir-biri ilə qeybət məclisləri təşkil edirlər. Hansısa bir ləğv və ləib söhbətlərdən danışırlar. Yəni bunlardan çəkinmək lazımdır. Və bəzi insanlar məsələn, vaxtını Ramazan ayında seriallara, nə bilim, televiziyada verilən, icra olunan hansısa mənasız və puç proqramlara ayırır. Diqqətli olaq ki, bunlar hamısı vaxt oğrulardır və hətta sosial şəbəkələrdə çox vaxt itirmək, Instagram səhifələrində çox zaman itirmək, əlbəttə ki, maarifləndirici proqramlardan qeyri şeylərə baxmaq və ümumiyyətlə sosial şəbəkələrdə zaman itirmək, çatdaşmaq, bu kimi şeylər zaman oğrularından hesab olunur. Çalışmaq lazımdır ki, zəruri olmadığı halda belə şeylərdən istifadə etməyək və hətta internetdən istifadə ediriksə, yenə də maarifləndirici şeylərdən, moizələrdən, əhkam məsələlərindən və ilaxır bu cür proqramlardan istifadə edək ki, daha məqsədə uyğundur və daha çox bizim müvəffəqiyyətimizə səbəb olar. Bəli, dəyərli izləyicilər, proqram barəsində olan 11 nöqtəmizi qeyd etdik. Zaman oğrularını siz özünüz də istəsəz araşdıra bilərsiniz. Zaman oğruları yersiz görüşlər, yersiz söhbətlər, yersiz işlərlə məşğul olmaq və yersiz proqramlara baxmaq, mənasız proqramlara baxmaq, boş-boşuna saatlarla söhbət məclislərində əyləşmək. Halbuki bu gecələrdə, bu axşamlarda daha yaxşı olar ki, Quran gecələri təşkil olunsun, Quran məclisləri təşkil olunsun və hədislər müzakirə olunsun, mütaliə xarakterli, maarifləndirici şeylərdən istifadə olunsun. Və onu da qeyd edim ki, bugün Ramazan ayının 9-cu günündə axşam artıq İslam ümmətinin böyük şəxsiyyətlərindən olan Həzrəti xanım Xədicə Kubranın
vəfat axşamıdır və İslam dünyasında böyük bir itkidir ki, Peyğəmbərin həyatında bu il, yəni Həzrət Xədicənin itkisi olan il hüzn ili kimi adlandırılmışdı. İnşallah ki, sabah ki, Ramazanın 10-cu günüdür və Həzrət Xədicənin dünyadan köçdüyü gündür. Bizim bəhsimiz sırf Həzrət Xədicənin həyatı ilə bağlı olacaq və İslama etdiyi xidmətlərlə bağlı olacaq. Hələlik sizi Allaha əmanət edirəm. Sağ olun, salamat qalın. Bizi dualarınızda unutmayın inşallah.